əcibdir. Əli əleyhissalam buyurur ki, Tuba limən, xoş o kəsin halına ki, əxləsə əl-ibadətə və dua. Xoş o kəsin halına ki, ibadətini və duasını xalis eləyib yalnız Allah üçün. Bu köz yerində. Bəli. Sözüm canı bu deyil. Ondan sonra buyurur ki, xoş o adamın halına ki, və limən, çox əcibdir, və limən ləm yəşğəl qəlbəhu bima tərah əynah. Çox əcib sözdür bu. Çox əcib sözdür. İndiki zamanda bütün bəşəriyyətin dərmanını sanki bir dənə 3 cümlədə, bir nüsxədə deyir. Nüsxəsi budur, bunun resepti budur. Deyir, xoş o adamın halına ki, qəlbini gözünlə gördüyü şeylərə məşğul eləmir. Sözə baxayım. Əksər insanların gecə-gündüz zehinləri doludur. Xiyal qüvvəsi imkan vermir. Bir yerdə bir yaxşı bir şey görür, bir nəsə görür. Odur ha, hamısı o görsəni həsadətə səbəb olur. Bəli, bəli. Həsadətə səbəb. Amma bir adam ki, o gözünlə gördüklərini məşğul eləməsə qəlbini, qəlbi Allaha məşğul olsa, diqqət edirsiniz. Hey bunu o vadar eləməsə, müəyyən o şeytani rəzil sifətlərə insanı vadar eləməsə, çox qəlbi aramdır. İstirabı yoxdur, stresi yoxdur, həsadəti yoxdur. İnsanların baxışı üçün yaşamır. Allah üçün yaşasa, Allah üçün yaşayır. Buyurur, xoş adamın halına ki, gözünlə gördükləri nədir? Qəlbini gözünlə gördüklərinə məşğul eləmir. Və bir dənə də əcib hədisi var Nəhcül Bəlağda. Bu hədis ki dedim, bu usulü kafidədir. Bu dənə hədis əcibdir. Bunu da o qızıl hərflə adam deyir, o qızılla yazılan sözlər belə bir söz deyirlər. Doğrudan da buyurur ki, Əli əleyhissalam buyurur. Qəlb, əl-qəlbu mushaful bəsər. Qəlb gözün elə bir dənə ağ dəftəridir, mushafidir. 3 dənə kəlmədir ha. Əl-qəlbu mushaful bəsər. Bütün bu istirablar, bütün bu narahatçılıqlar hamısı nədir? Əleyhissalam yəni gözünə hakim ol. Əl-qəlbu mushaful bəsər. Qəlb gözün elə bir ağ dəftərdir. Yəni hər nə görsən ora elə bir qaralayırsan, düşür ora. Bəli, bəli. O da gözdən muraqibət eləmək. Bu hədisdə buyurur ki, xoş adamın halına ki, ləm yəşğəl qəlbəhu bima tərahu əynah. Gözlərinlə gördüyünü gördükləri ilə qəlbini məşğul eləmir. Və ləm tənsə zikrəllah bima təsmə'u uzunah. Və Allahın zikrindən qəflətə salmır. Qəlbini Allahı zikirləməkdən qəflətə salmır. Nəyin vasitəsilə? Deyir, qulaqlarınla eşitdiyindən. Qulağınla, insan qulağının bəzi şeyləri eşidirsən, səni məşğul eləyir. Səni məşğul eləyir. Qəlbini məşğul eləyir. Bəzən mümkün də hətta olur abi, illərlə kin saxlayırlar. Nə üçün? Heç o qarşı tərəfində heç xəbəri yoxdur. Xəbəri yoxdur ki, məsələn, filan yerdə bir kəlmə onun barəsində, bəlkə də heç danışmayıb, onun barəsində heç bəlkə də danışmayıb. Kimsə deyir ki, sənin barəndə filan kəs bir söz deyib, məsələn. İllərlə onun kinini saxlayır, diqqət edirsiniz. Çox əcibdir. Və 3-cü cümlədə buyurur ki, yerində xoş o adamın halına ki, ələbində bu və bağlayıcıda ət və limən buyurur ki, qəlbini məşğul eləmir nəyə? Digərlərinə əta olunan şeyə. Yəni həsəd aparmır. Bəli. Qəlbəhu bimə utiyə qeyruh. Qəlbini məşğul eləmir nəyə? Əksər insanları görürsən, kimdəsə nəsə yeni bir şey görür, bir telefon görür, bir maşın görür, bir ev görür. Bütün qəlbini məşğul edir. Arzular düzəldir. İnsanın bütün varlığını məşğul edir.